Dur. Şok. Değerli dostlar, değerli izleyiciler. Şok qiymətə asfalt yolun üzərində 4 otaqlı, tam təmirli, necə lazımdır, prestijli bir həyət evimizin çəkilişinə gəlmişik. Hansı tərəfdə? Düz Yaşıl Aptekin yaxınlığında asfalt yolun üzərində dostlar. Bu gördüğünüz möhtəşəm ev təcili neyinir? Satılır değerli dostlar. İnşallah daxil olasın evimizin içine, evimizin həyətinə, hər şey sizlərə ətraflı məlumat edeyim. Geçməmişdən əvvəl həyətinə, evin içinə kanalı mütləq bəyənin, abone olmağı unutmayın. Değerli YouTube kanalımızın Sultanov izləyiciləri. Biz bir ailəyik. Değerli dostlar, mən sizin hər birinizə, hər bir abone olan izləyicilərimə, hər bir rəy yazan izləyicilərimin qarşısında baş əyirəm. Var olasınız. Allah ömrünüzü uzun eləsin hamınızın. Dostlar, həyətinə rahat bir formada 2 dənə dalbadal maşın dirək, durmağa da yeri, geniş səliqəli məhəlləsi, asfalt yolun üzərində belə bir qiymətə, belə bir ev yoxdur dostlar. Evimizin panorama pəncərələri çox səliqəlidir. Zal olsun, mətbəx olsun, hamısı öz qaydasında. Hətta burada kiçik bir balkon da olsa çıxarılır değerli dostlar. Evimizin ətraflı məlumatını vermək istəyirəm. Dostlar, yol qıralıdır, mağazin, dükkan yaxındır, məktəb, bağça yaxındır. Evimizin kürsüsü gördüğünüz gibi 1, 2, 3, 4, 5, 6, 7, 8, yani 6 daşın üzerinde hündür boylu, yani daşlar hündür daşlardır, tam necə lazımdır, səliqəlidir və əlavə olaraq evimizin çoxlu katı mövcuddur, ev boşa daşdan ibarətdir, tam da səliqəli bir evdir. İndi isə sizləri çox yormuram, YouTube değerli izləyicilərimiz, daxil oluram evimizin içine. Keçməmişdən əvvəl yenidən bir xahişim var. Kanalı bəyənməyənlər bəyənsinlər. Gəlin bura. Ya Allah'ın adı ve la havle ve kuvvete illa billah. Bismillahirrahmanirrahim. Şirinliğini verin, kapını açıram. Canım burada değerli dostlar, değerli izleyiciler. Evimizin kapısını da açtık, o gün olsun inşallah. Bu evi alanların kapısını açsın, ruzu daxil olsun. Kapısını açsın, gəlin daxil olsun. Kapısını açsın, bəy daxil olsun. Kapısını açsın, uşaq daxil olsun. Amin ilahamin inşallah. Gəlin xanımlar, mətbəxdən başlayaq. Evimizin mətbəxi. Gördüğünüz gibi klasika, bir nömrə, yer üstü pol, ayaqlarınızı, əllərinizi isti sudan, isti yerdən ayırmayın. Analar, bazalar, baxın, belə bir möhtəşəm, gözəl panoramasını tam özünə necə lazımdır. Böyük, səliqəli, belə bir ev yoxdur değerli izləyicilər. İnşallah daxil olacaq evimizin qonaqlarına. Gəlin, bizim qaynatamızın gəldiyi, qudamızın, nə bilim axı, yaxınlarımızın gəldiyi qonaqlar. Gəlin, dostlar, evimizin saladı möhtəşəmdir. Allahla danışaq, həqiqətən də mükəmməl, böyük bir zat. Evimizin buradan balkondan çıxmaq üçün şəraitli yeri. Gördüğünüz gibi balkonda yapmadık. Evimiz mükemmel tikili, boşa daxil olmalı, evin səliqəli, pəncərələrini, kabinetini, dekoratif yığılmalı, hamısı bir nömrədir. Və əlavə də ki, burada otaqlarımız mövcuddur, 4 otaqdan ibarət evimiz. Bura bir yatak otağımız. Baxın. Buradan pəncərədən yaşıllıqların, ağacların evin həyətinə vurmalı bir nömrə. Gəlin bura. Buradan evimizin böyük bir yatak otağıdır. Gördüğünüz gibi kombi xətləri hamısı hazır. Oradan da pəncərənin yaşıllığı olmalı bir nömrə. Gəlin bura. Əla yandı. Və evimizin digər böyük yatak otağı gördüğünüz gibi çox səliqəli, genişdir. Evimizin qonşuyla ara məsafəmiz var. Heç bir narahatçılıq yoxdur, heç bir pəncərə baxmır və yenə də işıq düşən pəncərəsi var bir nömrə. Evimizin sanitar qovşağı. Aksesuarlar yığılmır, amma kabir metalı gördüğünüz gibi çox səliqəlidir. İstəsəniz özünüz, istəsəniz biz ev sahibinə xahiş edərik, aksesuarlarını sizlərə təhvil verərlər. Değerli izləyicilər, səhifədə əlavə nömrələrimiz qeyd olunubdur və evimizin qiyməti qeyd olunubdur. Real alıcılara qiymətdə endirib olunacaq. Mütləq nə edirsiniz? Əlbəttə ki, reallıqla gəlirsiniz behnə, evin sahibini çağırıram, tek danışırıq.
Direl sizden, balta bizden. Ne bileyim, tank sizden, bazuka bizden. Vırırıq yere, salırıq kıymetini öldürürük, Allah'ın izniyle alırıq. Hayırlı günler, hayırlı aylar, hayırlı günler.